ifadə edirəm. Və bir kəlmə onu demək istəyirəm ki, hicablı olmaq dünyadan, belə deyərlər, zövqdən, dəbdən, stilistikadan uzaq olmaq demək deyil. Hicablı olub da gözəl giyinməyi bacarmaq lazımdır. Yəni, mən hicablı ola çox gözəl giyinirəm. Yəni, mənim geyimlərim, belə deyim də, çox müzakirələr səbəb olur, yaxşı tərəfdən. Pis, onsuz da necə istəyir, elə görəcək. Burada vadalaskadır və mənim boğazım çox uzun bir boğazlı xanım deyiləm də. Yəni, xanımlar var ki, boğazları çox uzundur. Və boyum da o qədər hündür boy deyil. 1.60 boyum var mənim. Hər zaman da çalışıram, kablokdan istifadə edeyim. Efirdə, səhnədə. Çünki səhnə gözəlliyi sevir və bizi də ki, efir 8 kilo artıq göstərir. Ondan da əlavə bu tonda mən giyinəndə həm boğazım uzun görsənir, həm də ki, qara tonda giyinəndə boğaz elə bir ki, yapışır. Daha da itir. Daha da itir. Bunu bilməyənlər bilsinlər və çalışsınlar, ağıllı olsunlar, diqqətli baxsınlar. Diqqətli baxsınlar ki, aydın keçsinlər. Keçə bilmirlərsə də gözlərini həkimə göstərsinlər. Çünki bu görüntünü mən bir neçə xəbər səhifəsində gördüm. Təsadüfən qarşıma çıxdı kəşfətdə. Şərhlərə baxdım orada. Allah nələr. Onlar orada o vadalaskanın hissəsini görmürlər. Yox, elə bilirlər hələ, ki, burada, və rəng çox... Bu qədər qat-qat, yəni bu burada... Yox, orada bilinmir deyənə, orada bilinmir deyənə. Bilinməsə də, bilinmir, Allah nələr yazmışdılar ki, buna bax, başı bağlı, hicabı nə hala salır, nə bilim. Mən inan ki, bu insanları mən nə görmürəm, nə eşitmirəm. Mənim çox... O sarıdan çox maşallah olsun, yəni özgüvənli bir insanam və mən artıq belə deyim də, mən 29 yaşımda hicaba keçmişəm və bugünkü gündə də artıq 42 yaşım oldu. Şükürlər olsun. Bir yerdə qeyd etdik onu. Səninlə hər zaman. Yəni, bu yaşıma qədər mən ən gözəl yaşımın, ən gözəl çağında hicaba keçmişəm. Yəni, bunu qışqıra-qışqıra demirəm, əsla qışqıra-qışqıra demirəm. Sadəcə olaraq, yəni, mənə ağıl kiminsə örgətməyinə ehtiyac yoxdur. Yəni, əgər ən gözəl yaşımda, ən qəşəng pik çağımda, səhnədə də, qazancımda da, ən gözəl pik çağımda mən bu addımı atmışamsa, indi kiminsə durub orada nə isə yazmağı mənə önəm verə bilərmi? Bu sadəcə güclü xarakter. Ailə quranda da deyirdilər ki, bugün sabah ayrılacaq, şükür Allaha 16-cı ilə keçir bizim ailəmizin dövrü. Allah bərəkətli ömür versin. Allah əbədi etsin. Yenə də həyatda heç kim heç nədən sığortalanmayıb. Mən hər zaman bunu deyirəm. İki-iki danışmaq olmaz. Bilmirik qarşıda bizi nə gözləyir. Amma əgər mən artıq bir 13 ildən 14-cü ilə keçir ki, mən icabdayamsa, kiminsə orada mənə nəsə axtarmağına mən gülünc baxıram. Hər kəs öz həyatı ilə ilgilənsə, o qədər gözəl olar həyatı. Xoş o kəsin halına ki, başını özünə qatıb da, başqasına yox. Ömür gedir. Öz ömrünüzlə ilgilənin ki, sonra peşman olmayasınız ki, ayda, mən neynədim, heç nə eləmədim həyatda. Ona görə pis də deyə bilmərəm, yaza da bilmərəm, doğrudan. Hər kəsin öz həyatıdır. Bu